Yaponların uzun və xoşbəxt həyatının bir sirri var. Heç eşitmisinizmi? Adına ikiqay deyirlər. Amma bu sadəcə çox yaşamaq deyil, əslində hər günə bir məna qatmaq sənətidir. Gəlin bu maraqlı fəlsəfənin dərinliklərinə birlikdə baş vuraq. Bir anlıq fikirləşin. 100 il yaşamaq, özü də hər bir dəqiqəsindən zövq alaraq. Kənardan baxanda biraz nağıl kimi səslənir, elə deyilmi? Amma inanın ki, bəziləri üçün bu adi bir həyat tərzidir. Gəlin görək onlar bunu necə bacarırlar. Deyəsən bu sirrin açarını Yaponiyadakı kiçik bir adada tapıblar. Bəli, dünyanın bütün o səs-küyündən, gərginliyindən uzaqda, Okinawa adasında, insanlar orada nəinki daha uzun yaşayır, həm də daha sağlam, daha xoşbəxt yaşayırlar. Maraqlıdır, deyilmi? Axı onların sirri nədir? İndi isə gəlin bir növ xəyali səyahətə çıxaq. Gedirik Okinawanın Ogimi kəndinə. Bu yer elə-belə yer deyil, ona uzunömürlülər kəndi deyirlər. Təsəvvür edin, bütün dünyada insan ömrünün ən uzun olduğu yer məhz buradır. Baxın, rəqəmlər heyratamizdir. Okimavidə hər 100 min nəfərə düşən 100 yaşını keçmiş insanların sayı dünyanın istənilən başqa bir nöqtəsindən qat-qat amma qat-qat çoxdur. Sizcə də bu sadəcə bir təsadüf ola bilməsə? Yəni, məsələ təkcə genetikada deyil. Əsl sir onların gündəlik həyatında, vərdişlərində gizlidir. Yaxşı, gəlin bu sir pərdəsini yavaş-yavaş aralayaq. Okinawalıların uzun ömür sürməsinin səbəbi nədir? Hansı vərdişlər onları belə sağlam saxlayır? Bu, onların həyatının əsas sütunlarıdır demək olar. Sirlərdən birincisi, bax bu rəqəmdədir, 80%. Bu nə deməkdir? Onların hara haç bu adlı bir qaydası var. Çox sadədir. Tam duymamışdan əvvəl, yəni mədən təxminən 80% olanda süfrədən qalxmaq. Bu qədər bəsit. Amma bu sadə vərdiş həm həzmi yaxşılaşdırır, həm də deyirlər ki, hüceyrələrin yaşlanmasını belə ləngidir. Və bu, hara haçı, bu sadəcə bir pəhriz tövsiyəsi deyil, əslində bir fəlsəfədir. Onlar hər yeməkdən əvvəl bunu özlərinə xatırladılar. Bu, bir növ bədəninə qulaq asmaq, özünə hörmət etmək deməkdir. Beləcə, artıq yeməyin qarşısını alırlar və özlərinə daha yaxşı nəzarət edirlər. Uzun ömürlülüyün başqa bir çox vacib sütunu isə onların sosial həyatıdır. Bilirsiniz, onların muayi deyilən bir anlayışı var. Təsəvvür edin, uşaqlıqdan bir neçə dost bir araya gəlir və bir-birinə söz verirlər ki, ömürlərinin sonuna qədər həm maddi, həm mənəvi dəstək olacaqlar. Bax, bu qədər dərin dostluq bağları insana elə bir güvən, elə bir aidiyyət hissi verir ki, bu da sağlamlığa birbaşa təsir edir. Fiziki aktivliyə gələndə isə, unudun o ağır, yorucu idman zallarını. Okinawalıların yolu tam başqadır. Onlar üçün hərəkət həyatın özüdür. Məsələn, hər gün bağda işləmək, gəzintiyə çıxmaq, yəni daim hərəkətdə olmaq. Ən maraqlısı da oldu ki, onlarda bizim anladığımız mənada təqaüdə çıxmaq deyə bir şey yoxdur. Ömürlərinin sonuna qədər aktiv və məşğul qalırlar. Yaxşı, bütün bu vərdişləri sağlam qidalanma, hərəkət, dostluq, bunların hamısını bir-birinə bağlayan bir ana sütun var. Bütün bunların arxasındakı əsl niyə sualının cavabı, bax vaxtı gəldi, o sirri açaq. Bu ikiqaydır. İkiqay, bəs bu nə deməkdir əslində? Yaponcadan tərcümə etsək, yaşama səbəbi və ya varlığın mənası kimi bir şey çıxır. Bilirsiniz, o his var ha, səni hər səhər yataqdan həvəslə qaldıran, həyatına bir məna verən, bax o sənin ikiqayındır. Və deyirlər ki, hər bir insanın özünə məxsus bir ikiqayısı var. Sadəcə onu tapmaq lazımdır. Okinawalıların özlərinin də bir atalar sözü var. Deyirlər ki, bizim ikiqayımız səhərlər oyanma səbəbimizdir. Bu qədər sadə və dərin. İkiqay sən ki, sənin daxili kompasındır. Sənə həyatda yol göstərən bir ehtirasdır, bir məqsəddir. Baxın, öz ikiqayını tapmaq nə deməkdir? Bu sadəcə nəfəs almaqla, həqiqətən yaşamaq arasındakı o böyük fərqdir. Həyatda o daxili kompasın olanda, qarşına çıxan çətinliklər, fırtınalar səni o qədər də sarsıtmır. Çünki bilirsən ki, hara gedirsən və bu, hər gününə inanılmaz bir məmnunluq hissi qatır. Yaxşı, çox gözəl səslənir. Bəs biz öz ikiqayımızı necə tapaq? Bu sual yəqin ki, hamımızın ağlındadır. Yapon fəlsəfəsi bunun üçün konkret bir yol göstərir. Axın vəziyyətini tapmaq. Gəlin görək, bu axın nə olan şeydir? Axın. Yəqin ki, hamınız bu hissi yaşamısınız. Elə bir an ki, bir işlə o qədər məşğul olursan ki, zaman necə keçir, heç hiss etmirsən. Ətrafda nə baş verir, heç vecinə olmur. Sadəcə sən və gördüyün iş. Bax, bu axın vəziyyətidir və adətən insan öz ikiqayısı ilə məşğul olanda bu vəziyyətə düşür. Bəs bu axın vəziyyətinə necə girmək olar? 3 sadə qaydası var. Birincisi, özünüzə bir tapşırıq seçin. Amma necə?
Nə çox asan olsun, nə də bacarmayacağınız qədər çətin. Yəni, biraz özünüzü sınamalısınız. İkincisi, məqsədiniz aydın olmalıdır. Nə etdiyinizi dəqiq bilməlisiniz. Və üçüncüsü, bəlkə də ən çətini budur. Sadəcə bir işə fokuslanın. Bütün o telefon bildirişlərini, kənar səsləri, hər şeyi bir kənara qoyun. Bilirəm, müasir dövrdə hamımız eyni anda 10 işi görməyə çalışırıq. Buna multitasking deyirik və sanki yaxşı bir şeymiş kimi qəbul edirik. Amma əslində bu axın vəziyyətinin, o dərin məmnunluq hissinin ən böyük düşmənidir. Eyni anda bir neçə iş görmək həm məhsuldarlığı salır, həm də stres yaradır. Amma bir işə tam fokuslananda, bax o zaman həm daha sakit olursan, həm daha yaradıcı, həm də sonda gördüyün işdən həzz alırsan. İndi isə gəlin, bütün bu nəzəriyyəni bir kənara qoyaq və birbaşa o müdrik insanların özlərinə qulaq asaq. Axı, 100 il yaşamış bir insanın sözləri 100 kitabdan daha dəyərlidir, deyilmi? Eşitdiniz? Deyir ki, uzun ömrün sirri narahat olmamaqdır və ürəyinizi gənc saxlamaqdır. Qoymayın o qocalmasın. Deməli, birinci dərs budur. Həyatda hər şeyə görə narahat olmaqdansa, sakit qalmağı bacarmaq və ürəyini həmişə gənc, ümidli saxlamaq lazımdır. İkinci dərsə baxın. Dostlarımla bir araya gəlmək mənim ən vacib iki qayəmdir. Görürsünüz, onun üçün yaşama səbəbi məhz dostları ilə birlikdə olmaq, söhbət etməkdir. Bu da bizə bir daha göstərir ki, güclü sosial əlaqələr nə qədər həyati əhəmiyyət daşıyıb. Və üçüncü, bəlkə də bizim üçün ən vacib dərs. Mənim sirrim özümə həmişə yavaşla və rahat ol deməyimdir. Bizim bu tələsik, hər şeyə çatmaya çalışdığımız dövrdə necə də yerinə düşən bir sözdür, elə deyilmi? Həyat bir qaçış solağı deyil. Hər anın dadını çıxarmaq, tələsmədən yaşamaq ömrü uzadır. Beləliklə, Okunavanın sirrinə bir növ çözdük deyəsən, sadə, sağlam qidalanma, daim hərəkətdə olmaq, möhkəm dostluq bağları və bütün bunların mərkəzində dayanan o aydın məqsəd hissi, yəni ikiqay. Amma indi ən vacib məqam gəldi. İndi növbət sizdədir. Əslində, uzun və xoşbəxt bir həyat səyahəti üçün lazım olan hər şey sizin özünüzdədir. Cavablanmalı olan tək bir sual qalıb. Sizin ikiqayınız nədir? Sizi hər səhər yataqdan həvəslə qalxmağa məcbur edən o qüvvə nədir? Bu sualın cavabını axtarmaq üçün səyahətiniz bəlkə də elə bu andan başlayır.